Bakıda ərindən boşanmaq istəməyən bir qadın falsiya 16.000 manatını yedizdirib. Bəli, yedizdirib sözün həqiqi mənasında. Hələ üstəlik evindəki qızıl zinət əşyalarını da həmin falsiya verib. Hadisə belə olub. Bir qadın demək bir falçının yanına gedib ki, ərim məndən boşanmaq istəyir, amma mən ondan boşanmaq istəmirəm. Necə eləyək ki, o məndən boşanmasın? Falçı deyib ki, çox asan, mən sənə indi dualar yazacağım, bunun xərci bu qədərdir. Apararsan bu duaları, qoyarsan ərinin balışının altına. Elə də eləyib, pulunu alıb, ilkin mərhələdə 7.000-ə yaxın pul alıb. Daha sonra deyib ki, əgər istəyirsənsə ki, duanın gücü daha da artıq olsun, yəni tempini artırırmış duanın, get mənə qızıl zinət əşyaları da gətir, yoxsa belə güclü dua tutmayacaq. Qadın da avam qadın, axmaq qadın, ağılsız qadın gedir evinə, evində olan qızıl zinət əşyalarını, qalan pullarının hamısını gətirir, verir bu dələduz falsiya. 16.000 manat pul, qızıl zinət, hamısı gedir falsiya. Axırda ayılır ki, ər də boşanıb, falsı da gedib pulları da aparıb. Polisə şikayət edir, hadisənin üstü asır, polis falsını saxlayır.